Atalar da övladlarını sevir, amma atanın sevgisinin bir qədər təfəkkürə ehtiyacı var. Çünki bir qədər gizlidir, şəffaf deyil. Ata sevgisi onun böyüklüyünün arxasında gizlənib. Ata rahat ifadə eləyə bilmir axı mən. Eləyirəm o hətta ana qədər eləmir. Allah məhəbbətinin yer üzündə ən yaxşı ifadəçisi, güzgüsü atanın övladına olan məhəbbət. Atanın aparıcı mövqeyi ailədə məhz o Allahın böyüklüyü ilə mərhəmətini qabartmaq üçün. Allahın məhəbbəti ata məhəbbətinə oxşayır. Niyə? Nədə oxşayır? Biraz böyüklüyün arxasında gizlənib, şəffaf deyil, amma çox şiddətlidir. Atanın övlada məhəbbəti, ana heyt deyir deyə şəffaflaşır məsələ. Ananın məhəbbətinin bir o qədər sübuta ehtiyacı yoxdur. Ata ürəyində sevir. Ata əmr eləyir, qadağan eləyir, atanın böyüklüyü var. Atanın sevgisini duyan insan Allahı daha yaxşı anlayır, daha yaxşı başa düşür. Atanın ürəyinə övlad dağı çəkilərsə, hətta şükür etməsə belə əcri var. Yəni bu çox ağır müsibətdir.